Salam, hər vaxtınız xeyir olsun əziz tələbələr. Deməli, mən bu gün sizə 26.04.2026 tarixində Eli Kampaniya Təhsil Şirkəti tərəfindən keçirilmiş ümumi sınav 1 suallarının informatika üzrə olan izahlarını verəcəm. Deməli, 21-ci sualda qeyd olunur ki, 200 sətirdən ibarət olan bir sənəddə kursor 150-ci sətirdə olan zaman klaviaturadan Ctrl Home və End düymələri ardıcıl olaraq sıxılarsa kursor yerini hansı sətrə dəyişər? Deməli, biz Word proqramında klaviatura kombinasiyaları dərsini keçəndə qeyd etmişik ki, Ctrl Home düyməsi sənədin sətrindən, yəni sətirlərin sayından asılı olmayaraq kursoru sənədin ta birinci sətrinə keçirilir. Yəni Ctrl Home-u vuranda düşünmədən biz birinci sətrə keçdiyini bilməliyik. End düyməsi isə kursoru cari sətrin sonuna keçirilir. Yəni kursor hansı sətirdədirsə, end düyməsi kursoru həmin sətrin sonuna keçirmiş olacaq. İstər sətrin əvvəli, istər sətrin sonunda kursorun olması, kursorun elə həmin sətirdə olması deməkdir. Yəni 200 sətirdən ibarət olanda Ctrl Home bizi birinci sətrə, indi isə birinci sətrin sonuna keçirir. Deməli, doğru variantımız D variantı olmuş olur. Daha sonra 23-cü sual. Uyğunluğu müəyyən edin əməliyyat sistemlərinin təsnifatı ilə bağlı bir sualdır. Deməli, əməliyyat sistemləri istifadəçi interfeysinə görə olur obyekt yönlü və qrafiki və yaxud əmrli və ya obyekt yönlü. Deməli, bu sualı bura qoymaqda məqsədimiz bundan ibarət ki, biz qarışdırmamalıyıq. İstifadəçi interfeysinə görə bir istifadəçili və çox istifadəçili yazan yoldaşlar da olur. Bəli, istifadəçinin interfeysinə görə, yəni istifadəçi ilə kompüter arasındakı əlaqəyə görə bizim əməliyyat sistemlərimiz əmrli və obyekt yönlü olur. Yəni 1-ə doğru variant B variantıdır. Resurslardan istifadə tipinə görə əməliyyat sistemləri şəbəkə və lokal olur. 2-yə C variantı. İnformasiya emalı rejiminə görə də əməliyyat sistemləri paket emalı, vaxt bölgülü və real vaxt miqyaslı olur. Yəni 3-ə də doğru variant B olmuş olacaq. Daha doğrusu D olmuş olur. Bir məsələli çox məsələli yerinə yetirilən məsələlərin sayına görədir. Başqa qaldı mı? Xeyr. Deməli 1-ə B, 2-yə C, 3-ə D doğru variantımız A olmuş olacaq. 23. Verilmiş görünüş rejimlərindən hansı PowerPoint proqramına aiddir? Bildiyimiz kimi PowerPoint'in Slide Sorter, Outline, Reading View, Notes Page və Normal adında 5 dənə görünüş rejimi var. Biz də bunu sorun olaraq kodlaşdıra bilərik. Yəni bundan sonra PowerPoint-in görünüş rejimlərini özünüzə necə deyirlər, sorun, yəni problem etmərsiniz. Bir daha deyirəm, Slide Sorter, Outline, Reading View, Notes Page və Normal. Təbii ki, bunların arasında olmayan görünüş rejimi Read Mode-dur. Read Mode nəyə aiddir? Read Mode artıq Word-in görünüş rejimidir. Word-in görünüş rejimləri isə Web Layout, Outline, Read Mode, Draft və Print Layout. Bunu isə siz Word bir dənə də P hərfi ilə kodlaşdırmış olarsınız. Yəni 23-də doğru variant E olmuş olacaq. Daha sonra 24-cü sual aşağıdakilərdən neçəsi inteqrallaşmış paketlərə aiddir? Bilirsiniz ki, biz proqram təminatında tətbiqi proqramları keçən zaman onların içərisində Office paketlərinə də nəzər salmışıq və bunlar 4 dənədir. Microsoft Office, Microsoft Word, Framework və bir də Start New proqramıdır ki, biz onu buraya yerləşdirməmişik, amma onu da bilmək lazımdır. 4 dənə bizim paketimiz var. Start New xaric qalan 3 dənəsini bir-biri ilə vizual cəhətdən əlaqələndirib testlərdə yazmaq olar. Məsəl üçün, biz Microsoft Office-i tapsaq, bu bizi Microsoft Word-ə aparar. Work isə bizi framework aparar. Fikir verin, sanki burada bir zəncirvari asılılıq yerləşir. Bax, bu cür doğru variantı qeyd etmək olar. Deməli, 24-də doğru variant A. Elektron hökumət layihəsinin vətəndaşlar üçün üstünlükləri. Təbii ki, bu sualın da əsas məzmununa fikir versək, doğru variantı həmən tapıb ortaya çıxara bilərik. Belə, 1. Müasir texnologiyaların geniş tətbiqi ilə dövlət orqanlarının fəaliyyətinin səmərəlinin artırılması. Bax, fikir verin, burada dövlət orqanlarının səmərəlinin artırılmasından söhbət gedirsə, deməli bu vətəndaş üçün yox, dövlət üçün olan bir üstünlükdür. 2. Vətəndaşların dövlət idarəçiliyində fəal iştirakı, bəli, bu vətəndaşlar üçündür. İnformasiya tələbatının dolğun ödənilməsi. Bəzən burada biz artıq biraz düşünürük ki,
İnformasiya tələbatının dolğun verilməsi bizə lazımdır, yoxsa dövlətə? Təbii ki, bizə. Yəni onsuz da bütün informasiyalar demək olar ki, dövlət tərəfindən əlçatandır. Sadəcə olaraq bizim informasiyalarımızın bizə əlçatan olması, bəli, bizim üçün, yəni vətəndaşlar üçün üstünlükdür. Yəni üstə götürürük. Effektiv, şəffaf nəzarət oluna bilən dövlət idarə etməsi yenə bizə aid deyil, dövlət üçündür. Büdcə. Bəli, büdcə deyiləndə ağla ilk gələn dövlətdir. Yəni biz adətən öz pul deyə bilərik, nə bilim məbləğ deyə bilərik, amma büdcəni istifadə edən adətən dövlət olur. Ona görə büdcə vəsaitlərinə qənaət edilməsi, dövlət xidmətlərinin göstərilməsi və sair yenə də dövlətə aiddir. Məhdud imkanlı insanların dövlət xidmətlərinə çıxış imkanı əldə etməsi, bəli. 2, 3, 6, yəni doğru variant A olmuş olacaq. 26-cı sual. İstəyirəm ki, bu sualı sizin üçün izah edeyim, çünki bu suallarda biz hər zaman əksər tələbələrimiz çətinlik çəkir. Deməli, raster qrafikasında ümumiyyətlə piksel məsələləri hesablanması bir növ əlifba məsələlərinə bənzəyir. Demək olar ki, eynidir. Deməli, burada qeyd olunur ki, 128-in 64 nöqtədən ibarət bir təsvir 48 müxtəlif rəngli palitrada kodlaşdırılarsa, kompüterin yaddaşına nə qədər yer tutur? Bəzən bu suallardan biz iki cür rastlaşa bilirik bu suallarla. Bir tipi belə olur ki, bizə ümumi həcmi verərək oradakı bir rəngin və ya darıq rənglərin sayını istəyir. Diğer ikinci tipi də budur ki, bizə hər şeyi verərək sadəcə həcmi istəyir. Deməli, bu tipi sizin üçün izah edim. Diğerini də izah edəcəm. Bizə verilmiş nöqtələrin sayını təbii ki, hər zaman bir-birinə vurmalıyıq. 128 2/7, 64 isə 2/6 kimi qeyd edilir. Baxın, fərqi yoxdur əlifba və ya qrafika məsələlərində. Hər zaman rəngli və yaxud rənglərin sayı, simvollu və sair kimi ifadələr görəndə biz 2-nin üzərindən götürdüyümüz bir nöqtənin tutduğu yerə vurmalıyıq. Təbii ki, bunda biz bitlə ifadə edirik. Amma bizə verilmiş 48 müxtəlif rəngli palitranı təbii ki, 2-nin qüvvətini göstərə bilmədiyimizə görə həmin 48-dən sonra gələn 2-nin qüvvətini, yəni 64-ü yazırıq. Burada da hər bir nöqtə yaddaşda 6 bit yer tutmuş olar. O zaman bütün nöqtələrin sayını bu cür tapırıq. Yəni bu 128-64-ə vurmaqla bir nöqtənin tutduğu yeri isə 6 bit tapdıq. Bunu da 6 bitə vururuq. Biz də cavabları təbii ki, çevirməliyik kilobayta. Çünki cavablar hamısı kilobaytlandır. O zaman 213-ə bölürük. 207, 206, 213-dən ixtisar gedir. Cavabımız qalır cəmi 6 kilobayt. Başqa bir versiyada belə ola bilərdi. Bizə raster tipli qrafik təsvirin ekranda ölçülərini verər, rənglərin sayını verməz və bir də ümumi həcmi verərdi. Bu zaman nə edəcəkdik? Bu zaman biz ümumi həcmi, yəni 6 kilobaytı bölməli idik nöqtələrin sayına, yəni 213-ə. Təbii ki, buradan da kilobaytı bitə çevirsək, 13-dən ixtisar gedəcəkdi və cavabımız qalacaqdı 6 bit. Deməli, hər bir nöqtəsi 6 bit yer tuturmuş. Amma bizdə müxtəlif rənglərin sayını istəsəydi, oradakı rənglərin maksimal sayını istəsəydi, o zaman cavabımızı 206 kimi, yəni 64 kimi qeyd edərdik. Təbii ki, burada 48 yox, cavab 64 olsaydı, yəni uyğun gəlirdi. Deməli, 26-cı sualda doğru variant B. Hə, 27-ci sual da çox maraqlı sualdır. Demək olar ki, qəbulların son zamanlar ən çox istifadə etdiyi sual nümunələrindən biridir. Bu sualın məntiqini başa düşdükdən sonra bu sual birinci, yəni sizə qəbulda bir hədiyyədir. Deməli, burada nəyə başa düşməliyik? Burada ilk öncə biz anlamalıyıq ki, qurulmuş diaqramın aşağıdakı elektron cədvəl fraqmentinin A2, S2 diapazonuna uyğun olması. Bax, bunu bilməliyik. Yəni, bu nə deməkdir? Bu o deməkdir ki, bizdə 25, 25, 50% A2, S2-yə görə qurulur. Baxın, aşağıdakı diapazonda. Bax, oradakı faizlər buradakı ədədlərə uyğun gəlməlidir. Bu çox önəmlidir. Bəs bu faizləri biz necə gəldi uyğunlaşdıra bilərikmi? Təbii ki, xeyr. Bu faizlər saat əqrəbi istiqamətində, yəni 12-dan başlayaraq bölüşdürülür sağa tərəf. Birinci qarşımıza çıxan faiz ən sol tərəfdəki xanalara aid, yəni A sütununa aiddir. O zaman 25% aid olur A2 sütununa. Növbəti qarşımıza çıxan faiz B2 sütununa aiddir. Növbəti qarşımıza çıxan faiz isə C2 sütununa aiddir. Bundan sonra biz sadəcə olaraq verilmiş xanaların qiymətini hesablayırıq.
B1 çıxılsın A1 vurulsun 3 plus 1. Yəni B1 4, A1 1. Bunların fərqi 3. 3 3-ə vuranda deməli 9 üzərinə 1 gələndə A2-nin qiymətini biz tapdıq 10. Buradan da qeyd edə bilərik. A2-nin qiyməti 10. Sonra B2-ni hesablayırıq. B1 bölünsün 2, yəni 4 bölünsün 2, bu bizə 2 verir. Plus 2 dənə C1. C1 də yoxdur. C1-i sadəcə bir məhsul olaraq qeyd edə bilərik. Daha sonra C2'ni hesablayırıq. A2 yəni A2 neçə idi bizdə? 10 tapdıq. Çıxılsın 2 dənə C1 üzərinə gəlinsin 14. Yəni bu həll etsək bu məsələni bizə belə qalır. 24 çıxılsın 2 C1 formasında. İndi fikir verin. A2'nin qiyməti 10, B2'nin qiyməti isə 2 plus 2 C1'dir. 2 plus 2 C1. Yəni bu o deməkdir ki, bunlar faizdə görə bir-birinə bərabərdirsə, qiymətə görə də bir-birinə bərabər olmalı. Yəni A2 və B2 bir-birinə bərabərdir. A2 10-dursa, B2-nin də qiyməti 10 olmuş olacaq. 2C1 bərabər olur. Deməli 8-ə, C1 bərabər olur 4-ə. İnşallah ki, burada nəyisə səhv eləmədik. Burada hesablasaq 24 çarpı 2 çevir bərabərdir. Bir saniyə deməli 2 plus 2 çevir 10. Çevir olur 4. 10 çarpı 2 çevir plus 14. 24 çarpı 2 çevir bərabər etsək bunu 20'ye. O zaman bura 10, bura 10, bura 20 olsa. Əslində burada bizim cavabımız 2 olmalı. Burası nəysə səhv elədik deyəsən. B1 yəni 4 çıxılsın A1 3, 3 vuraq 3 9 üstə 1 10. Sonra 2 plus burada 4 sevirdi. Üzüllü sayım burada 4 dənə sevirdi. Yəni burada 4 sevirsə onda 8-i 4-ə vuranda doğru variant 2 olmuş olacaq. Yəni burada doğru variant 2 D variant. Daha sonra verilmiş şəklə əsasən iş masasında yerləşən piktoqramların avtosazlanmasını həyata keçirir hansı düymə? Bu bizə ekranın kontekst menüsündə açılan bir hissədir. Ekrana sağ düyməni vururuq. Burada bizim üçün belə bir ekranın kontekst menüsü açılır. Yeri gəlmişə kontekst menü ekranın, daha doğrusu hissənin sağ düyməsi açılan bir menüdür. Ekranda yerləşən piktoqramların avtosazlanması deyəndə nə nəzərdə tutulur? Baxın, fikir verin. Məsəl üçün, mən buradakı hər hansı bir Word piktoqramını tutub dartan zaman o yerində qalır. Və yaxud burada biz müəyyən bir nizamlamalar apara bilərik, sol küncə yığmaq, onları dartan zaman bir-birindən ayrılmasın, təzədən yerində qalsın. Bəli, bu kimi proseslər ekranın kontekst menüsünün View əmri vasitəsilə həyata keçirilir. Sadəcə bir dənə hissə göstərəcəm, fikir verin. Auto Arrange Icons, yəni bu e, piktoqramların yerinin dəyişdirilməsinə icazə verib verməmək. Əgər bu aktivdirsə, siz artıq piktoqramların yerini dəyişə bilmərsiniz. Baxın, fikir verin. Səkili buraxan zaman yerinə qayıtmış olur. Yox, əgər biz oradan həmin əmri deaktiv etsək, o zaman artıq istədiyimiz obyekti istədiyimiz yerə daşıya bilərik. Bəli, bizim doğru variantımız burada View-dur. Yerdə qalanların hər biri haqqında sizə məlumat vermişik və verməkdə də davam edəcəyik. Yəni, burada avtosazlanmanı həyata keçirən View-dur. Bu sualın cavabı qeyd olunmayıb. Yəqin ki, nəsə çapda bir problem var, amma doğru variant 1. Daha sonra Windows 11 əməliyyat sistemində hansı ayrı funksiyalar vardır? Bunları sadəcə olaraq cavab olaraq qeyd edirik. Yenə dediyim ki, bunları əyani şəkildə hər birinizə göstərəcəyik. Ayrı funksiyalar ayrı pick, ayrı flip, ayrı shake və ayrı snap və 4 ayrı funksiya var, 3 texnologiya var. Deməli 2, 5, 6, 7 doğru variantımız C variantı olmamış olur. 30. Verilmiş bərabərliyin doğru olduğu say sistemində ədədinin yaddaşda tutduğu yeri tapın. Bunu da sizin üçün həll eləyək. Deməli, tənlik tipli say sistemlərini həll edən zaman təbii ki, birinci bizə verilmiş say sistemini onluq say sisteminə keçirmək lazım və yaxud məhsul olan say sistemini.
Deməli, bunun ən gözəl yollarından biri budur ki, baxın, birinci yerdə duran hər zaman x, ikinci yerdə duran hər zaman öz olur. Yenə, məsəl üçün yazıram, birinci qədər x, ikinci özü qalır. Sonra yenə bu birinci qədər x, ikinci yenə özü qalır, bərabərdir. Burada da birinci qədər x, ikinci yenə özü qalır. Sadəcə onlu sayı sisteminə keçirmə qaydasıdır. Biz ikinci mərhələdən danışmış oluruq. Daha sonra biz ne edirik? Burada islah eləsək, sıfırlar, birlər gedir. 3x, 2x. Burada 2x plus 1 qalmalı. Bəli. Belə qalır. 5x plus 1 bərabərdir 4x plus 9. X bərabər olur 8-ə. Yəni bizim məhsulumuz, yəni x-imiz 8-dir. Deməli, 8-ci say sistemindən söhbət gedir. 8-ci say sistemində də 4, 4, 5, 5 ədədi yaddaşda 12 bit yer tutur. Çünki 8-də hər simvol 3 bit, 4-ü də 3-ə vursaq, doğru variant 12 olmuş olur. Yəni A variant. Diqqət edin, burada 12 byte da var. Onu yazmaq təbii ki, olmaz. Verilmiş proqramlardan hansı mətn redaktoru deyil? Notepad, AmiPro, Lexicon, Writer hamısı təbii ki, tətbiqi proqramlı, yəni mətn redaktorudur. OneNote isə mətn redaktoru hesab olunmur. 32 klaster ilə bağlı bir sual nümunəsidir. Deməli, 32 tipli sualları biz bəzən səhv yazırıq və yaxud ümumiyyətlə başa düşmürük. Bu suallar əslində çətin göründüyü qədər asandır. Baxın, bu sualı biz necə bir dəfəlik öyrənə bilərik? Düşünək ki, biz burada hər hansı bir informasiyadan yox, həyatdan bir misal gətirək, tutaq ki, nə olsun bu misal? Məsəl üçün, bax, bizi göndərirlər hər hansısa bir dükana və yaxud hər hansı bir bazara və s. Bizə 3 müxtəlif formada meyvə almağı tapşırırlar. Məsəl üçün, bu 5 kilobayt olsun bir alma, bu 11 kilobayt olsun bir, məsəl üçün, heyva, 17 kilobaytda olsun bir çiyələk. Düzdür? İndi mən bu, təbii ki, meyvələr almaq üçün müəyyən bir paketdən, qabdan istifadə etməliyəm. Tutaq ki, bu paketin də həcmi 4 kiloqramdır və ya 4 kilobaytdır. Və bizə tapşırılır ki, o meyvələri elə bir şəkildə gətir ki, o meyvələrin heç biri bir-birinə qarışmasın. Əgər biz bunları toplayıb onlara gedəcək e, həcmi, yəni 4 kilobaytdan neçəsi bunlara istifadə olunacağı tapsaq, bütün meyvələri sanki bir yerə qarışdırmış oluruq. Təbii ki, bu da doğru olmaz. İndi diqqətlə baxın, biz 5 kilobaytlıq bir almanı və yaxud 5 kilo bir almanı yığmaq üçün 4 kiloqramlıq yeşikdən 2 dənəsinə ehtiyacımız var. Biri tam da olacaq, birinin isə sadəcə 1 kiloqram. Təbii ki, orada 3 kiloqramlıq yer boş qalsa belə bizə nə tapşırılıb? Meyvələr bir-birinə qarışa bilməz. Yəni 3 kiloqramlıq yerə mən artıq heyvə yığa bilmərəm. Ona görə mənim 2 dənə kilobayt, 2 dənə 4 kilobaytım getdi birinciyə. Keçdik heyvəyə. Heyvəyə də bizə lazımdır 4 kilobayt, yəni 4 kiloqramlıqdan neçə dənə? 3 dənə. Yenə deyirəm, boş qalsa belə artıq biz ora heç bir şey yaza bilmərik. Və nəhayət sonuncu 17 kiloqram çiyələk üçün də sənə düz 5 dənə yeşik lazım. Yəni 5 dənə 4 kiloqramlıq yeşik. O zaman ümumi olaraq biz 10 dənə klasterdən və yaxud 10 dənə yeşikdən istifadə edirik. Say olaraq 10. Əgər bunların tutduğu yeri istəsəydi, həmin tapdığını 10 dənə klasteri vuracaqdım bir klasterin həcminə və ümumi 40 tutduğunu görəcəkdik. Все, bu da belə. Daha sonra davam edək. Deməli, burada doğru variant B-dir. 33. SMTP və IMAP protokolları OSI modelinin hansı səviyyəsində işləyir? Bildiyiniz kimi OSI modelinin 7 səviyyəsi var. Hər səviyyədə baş verən proseslər, hadisələr və onların müəyyən bir protokolları var. Təbii ki, bunları əzbər bilməliyik. Bunun üçün protokolları bir balaca tanısaq, bizim işimiz biraz asanlaşar. Məsəl üçün, SMTP və IMAP elektron poçt protokollarıdır. SMTP elektron poçtu göndərmək üçün, IMAP isə elektron poçtu qəbul etmək üçündür. Bəs bunu biz necə yadda saxlaya bilərik ki, SMTP və IMAP elektron poçt protokollarıdır və OSI modelinin tətbiqi səviyyəsində işləyir. Bir balaca belə bir uyğunlaşdırma, bir inteqrasiya ilə. Məsələn, biz proqram təminatında tətbiqi proqramlar keçmişik və çox yaxşı bilirik ki, elektron poçt proqramları tətbiqi proqramlardır. Yəni, elektron poçt proqramı tətbiqidirsə, elektron poçt protokolları
Niyə görə tətbiqi səviyyədə işləməsin? Bax, bunu bu cür yadda saxlaya bilərsiniz. Bəli, elektron post proqramları tətbiqi proqramdır. Onların protokolları da, yəni elektron post protokolları da elə tətbiqi səviyyəyə uyğun gəlir. Bax, bu cür. 34. Yenə də qrafika ilə bağlı bir sualdır. Dediyim kimi qəbulda çox istifadə edildiyinə görə buna üstünlük veririk. Bu biraz digərinə nisbətən daha çətindir, amma indi görəsiniz ki, bunu həqiqətən göründüyü qədər çətin deyil. Bunu da sizin üçün xüsusi olaraq izah edək. Deməli, yenə də bir məsələdə həm qrafika, həm də simvol istifadə olunur. Yəni simvol məsələsindən istifadə olunur. Səhifələrimizin sayı 513-dür. Aha. Təbii ki, neçə səhifədən ibarət olur, fərq eləmir. İlk səhifə deyiləndə söhbət bir səhifədən gedir. Həmin o bir səhifədə 1024-ün 1024-də pikseldən ibarət bir təsvir var. Deməli, burada 210, 210, yəni ümumilikdə 2 üstü 20 dənə nöqtə var. Düşünün ki, hər hansısa bir dovşan şəklini yaratmaq üçün 2 üstü 20 dənə nöqtədən ibarət bir təsvirimiz var. Yəni 2 üstü 20 nöqtədən istifadə ediblər. Amma o nöqtələrin hər birinin yaddaşda tutduğu yer 64-ün üstündən götürüləcək. Yəni 64 dənə müxtəlif rəngli olan bir paletada hər bir nöqtə 6 bit yer tutur. 2 üstü 20 də vurur bu 6 bitə. Daha sonra bu bizim birinci səhifədə. Yerdə qalan səhifələrimizin sayı isə 513-dən 1 çıxırıq, 512 dənə, yəni 209-dur. Bu isə 3 s düsturudur, sətr səhifə simvol. Deməli, 32 sətr, 205, 32 simvol, 205, Unicode isə vurursunuz 201 bayta. Bizim də cavabımız nəyə istəyir? Kilobayt. Deməli, birinci tərəf bitlə olduğuna görə, yəni bütün piksel məsələlərinin hər zaman sonu bitlə olmalıdır. O zaman bitdən kilobayta 213-ə bölürük. Burada Unicode-dan istifadə etdikdə ikinci tərəf bayt olur. O zaman 210-a bölürük. Deməli, 220-ni 213-ə bölsək 128 qalır. 128-i də 6-ya vuranda, deməli, 128-i 6-ya vuranda 8... 6, 7, 768. Burada da 214, 19, 220. Ona bölsəz 1024 qalır. Demək, bunları da toplasaq 2, 1 yadda 7, 7, 1. Üzrlü sayı burada 9 gelir. Cavabımız 1792 kilobayt olmuş olacaq. Deməli, 34-də doğru variant B. Tətbiqi proqramlar cərgəsini seçək. Mətn redaktorları tətbiqidir, amma kompilator proqramlaşdırma dilində yazılmış kodları maşın dilinə bütünlükdə çevirən bir proqramdır, yəni instrumentaldır. O zaman bunu atırıq. Cədvəl prosesorları, mətn redaktorları, VBS-lər, tərcümə proqramları və bunlar isə artıq bizdə olur tətbiqi proqram. C variantında burada bizim işimizi korlayan servis proqramıdır, çünki bunlar sistemdir. D variantında interpretator instrumentaldır. Y variantında utilit, antivirus, arxivləşmə proqramları isə sistem hesab olunur. 36. X-in hər hansı bir qiymətində verilmiş ifadənin hesablanması hansı növ alqoritmdir? Bəli, qısa və konkret belə bir qayda deyə bilərik. Əgər bizə verilmiş kəsr tipli ifadənin məxrəcini biz sıfıra çevirə biliriksə, yəni elə bir ədəd verə bilərik ki, bu məxrəc sıfıra çevrilsin. Elə bir ədəd varsa, bu olur budaqlama. Məsəl üçün, bu zaman nə eləmək olar? 2x plus 4-ü bərabər eləyərik sıfıra. Yəni, bizim kəsrlərimizin hər zaman məxrəci sıfır olmaqdan qorxur. Bu qorxu ilə də rastlaşan zaman həmin yoldan nə edirlər? İnsanın qarşısına qorxu çıxanda nə edir? Ondan başlayıb qaçmağa. Ya sağa, ya sola. Sağa, sola qaçmaq da budaqlanma deməkdir. Görək də, indi görək, bu məxrəcin qorxduğu bir ədəd varmı? 2x plus 4 bərabər 0-dırsa, o zaman x bərabərdir -2. Hə, demək ki, biz hesablayıb gələn zaman qabağımıza 2 çıxsa, -2 çıxsa, onu görməməzlikdən gəlib sağa və sola hərəkət eləməliyik. Bu da birbaşa budaqlanmadır. Əgər 2x kvadratı plus 4 olsa, bu zaman nə olur? Bu zaman olur, deməli, bax, belə bir hal yaranır ki, x-in kvadratı bərabərdir -2. Demək ki, belə bir şey mümkün deyil. Demək ki, 2x kvadratı plus 4-ü sıfıra çevirmək olmaz. O zaman olacaqdır xəttdir. Qısası bir daha deyirəm. Məxrəci sıfıra çevirə biliriksə, budaqlanan, çevirə bilmiriksə, xətti olmuş olur.
Şəkildə göstərilmiş lent qrupu hansı tabdadır? PowerPoint aid olan bir sual nümunəsidir. Deməli, baxın, belə bir ipucudan istifadə edək. Əgər söhbət burada slayddan gedirsə, advanced slide, biz slaydlara verilmiş bütün animasiya effektlərini transition tabından həyata keçiririk. Əgər burada record animation və animation sözünü görsəydik, cavab olacaqdı təbii ki, animasiya tabii. Yəni slayd obyektlərinə verilmiş animasiyalar oradan həyata keçirilir. Bəli, burada artıq biz bir slayddan digər slayda keçən zaman onu idarə etməkdir və yaxud onlar arasındakı vaxtı, buna görə doğru variantı transition qeyd etmiş olarıq. İstəsəz bunu sizə əyani şəkildə göstərə də bilərəm, sürətli şəkildə. Deməli, PowerPoint proqramında fikir verin. Transition tabında timing length qrupu ibarətdir on mouse click afterdən, amma animation tabında burada fikir verin record animation. Həm də bilirsiniz ki, animation A hərfindən yadda saxlayın ki, obyektlərdən işləmək üçündür, transition slaydlarla işləmək üçündür. Burada bir ipucu ondan ibarət ola bilər ki, baxın burada belə bir ipucu var. Bir fiquru digərindən önə və geri çevirmə. Yəni bu artıq fiqurlara aid olan bir şeydir. Fiqurları birini digərindən önünə və arxasına çevirmək deməli hardadır? Animation tabında. Çünki animation tabı birbaşa slide obyektləri ilə işləmək üçündür. 38 Word proqramında Word Count pəncərəsində aşağıdakılardan hansı yoxdur? Təbii ki, Word Count pəncərəsini bilmək lazım ki, biz iki yerdən bir dəqiqə aha, biz iki yerdən bunu aça bilərik. Bu hardadır? Biri vəziyyət sətrində sözlər üzərinə vuran zaman açılır. Digəri isə review tabındadır. WordCamp pəncərəsi. Baxın burada. WordCamp pəncərəsini gəlin açaq, orada nə olduğunu yaxından tanış olaq. Məsəl üçün, burada nə var? Burada var sözlərin sayı, səhifələrin sayı, simvol sayı, abzas sayı, sətr sayı və paraqraf. Yəni abzasların sayı. Yəni bunu yadda saxlamağın ən gözəl yolu bircə dəqiqə bu ekranı bir də paylaşaq, problem yaranmasın. Bəli, ən gözəl yolu nədir? 4S 1A. İndi sual verərsiniz bu 4S 1A nədir? Bu word count deməkdir. Word count. Yəni 4S bundan ibarət ki, sətir, səhifə, simvol, söz, abzas. Yəni word count pəncərəsində 4S1A var. Burada cümlələrin sayı yoxdur. Yəni abzaslar var, sözlər var, sətirlər var, səhifələr var, cümlə sayı yoxdur. Daha sonra Excel 2019 cədvəl prosesorunda işçi vərəqin adında hansı simvoldan istifadə etmək olar? Deməli, Excel cədvəlində hansı iş vərəqində simvoldan istifadə etmək olar? Bunu da əyani şəkildə baxa bilərik. Bircə saniyə. Deməli, daxil olub Excel cədvəlinə iş vərəqinin adını seçirik və onu boş buraxırıq. Daha sonra Enter qadağalar bizim qarşımıza çıxmış olur. İş vərəqinin adına qoymuş qadağalar hansılardır? 1. İş vərəqinin adında maksimal 31 simvoldan istifadə etmək olar. İş vərəqinin adını boş saxlamaq olmaz. Və iş vərəqinin adında qoşa nöqtə, sağa sola drop işarəsi, ulduz sual və qapalı mötərizələri istifadə etmək olmaz. Demək, yadda saxlayın ki, İş kitabının adında istifadə olunan 3 dənə drop, indi biz buna slash də deyirik. İş kitabının adında istifadə oluna bilməyən 3 dənə slashin, bax bu düz slashini biz iş vərəqində istifadə edə bilərik. Ona görə doğru variant deyil. Aşağıdakilərdən hansı Access proqramının obyektlərinə aid deyil? Access proqramlarının obyektlərini verilənlər bazasının modelləri ilə bəzən qarışdırır. Access proqramının obyektləri biraz daha çoxdur. Amma modelləri isə verilənlər bazasının 4 dənədir. Şəbəkə, obyekt yönlü, relyasiya, iyerarxik. Deməli, burada şəbəkə akses verilənlər bazasının modelidir. Amma yerdə qalan hesabatdır, makrosdur, sorğudur, moduldur. Bunlar isə verilənlər bazasının, daha doğrusu aksesin obyektləri hesablanır. Office paketinə daxil deyil. Birinci Office paketinə daxil olanları xatırlasaq, bunlar Word, Excel, Power, Access, daha sonra Outlook, SharePoint, Visio, OneNote,
Project, Teams və sair. Bunlar Microsoft Office paketinə daxil olan tətbiqi proqramlardır. Daxil olmayanlar Paint, Oracle və WinRAR, yəni 2, 4, 6. 220 ədədini 16-lıq sayı sistemində təsvir etsək, hansı rəqəmlə başlayar? Bu sualda çox məşhur suallardan biridir. İstəyirəm ki, bunu da sizə geniş şəkildə izah edim. Bundan sonra bu sualları necə sürətli və qısa bir zamanda yazmaq olar? Görün. Daxil oluruq yenə Word-ə. Deməli, bax, yadınızda saxlayın. Biri var, 20 ədədini 16-lıq sayı sisteminə keçirək. Biri var, 2 üstü 20 ədədini 16-lıq sayı sisteminə keçirək. Burada təbii ki, fərqlər mütləq şəkildə var. Bu nəyə bənzəyir? Elə düşünün ki, məsəl üçün, evə bir qonaq gələndə, əgər orada uşaq varsa, o uşaq gedib uşaqla oynayır. Bir nənə varsa, nənə gedib nənə ilə söhbət edir. Düzdür? Bax, bu da həmin onun kimidir. Əgər 20 16-lıq sayı sisteminə keçmək istəyirsə, elə 20-nin özünü bölürük 16-ya. Yox, əgər 2 üstü 20 16-lıq sayı sisteminə keçmək istəyirsə, yəni qüvvətlə gəlibsə, 16 da ona elə qüvvətlə cavab verir. Yəni 20 normal ədəddirsə onu 16-ya bölürük. Yox, 20 qüvvətdirsə onu qüvvətə bölməlisiniz. O zaman 20-ni bölürük qüvvətə. Yəni 16 2 üstü 4-dür deyək. Burada 5 dəfə düşür, qalıqda 0. Baxın, bir deyirəm və qeyd edin. Buradakı neçə dəfə düşürsə, dəfələrin sayı sıfırların sayıdır. İndi ədədimiz nə iləsə başlamalıdır? Axı 2 üstü qalığı da atırsız qabağa. Yəni 2 üstü 0. Bu 0 və yaxud burada qalan qalıq nə olsa 1 də ola bilər, 2 də ola bilər, 3 də ola bilər. 2-nin qüvvətinə qoyub qarşıda yazırsınız. Onda belə alınır. 1 yanında 5 dənə 0. 5 sıfırların sayı, qalıq isə 2-nin üstündə önə yazdım. Deməli, bizim ədədimiz başlayacaq 1 ilə. Yəni doğru variant 1. İnternet xidmətlərini seçin. Bəli, qlobal kompüter şəbəkələrində biz bu haqda geniş danışacağıq. Gəlin baxaq, hansı internet xidmətlərimiz var. Burada 3W, Ümumdünya Hörümçək toru, Mail, Usenet, FTP, ICQ, sonra Telnet, Gopper. Deməli, bizə burada aid olanları soruşurdu. Bəli, aid olanları istəyir. O zaman 1, 3 və 4 olmamış olacaq. SMTP fayllar, maillər ötürmək üçün protokoldur, IMAP protokoldur, IP-də protokoldur. 4 if funksiyasıdır. Bilirsiniz ki, if funksiyası doğru olduqda birincini, yanlış olduqda isə ikincini hesablayırıq. Nəzər salsaq, A B-dən böyükdür. Təbii ki, xeyr. O zaman birinci hesabına qüvvətən düşür. İkincini hesablayırıq. Yəni A ilə B-ni toplayırıq. Doğru variant 25. Bu if funksiyası bizim qarşımıza nəzəri sual olaraq çıxa bilər. Hansı ki, keçən sınavlarda biz bunu qoymuşduq sual olaraq. Məsələn, deyə bilər ki, if funksiyası budaqlanan alqoritmin hansı növünə daxildir? Bəli, ilk öncə bilməliyik ki, if funksiyası budaqlanan alqoritmdir. Çünki biz hesablamanın şərtdən asılı daha doğrusu istiqamətimizi dəyişə bilərik. Ya birinci, ya ikinci. Budaqlanan alqoritmində iki növ var. Tam və natamam budaqlanan. Təbii ki, bu tam budaqlanan alqoritmdir. Niyə? Çünki hesablamanın hər iki qolu var. Düzdür, biz bunun birini hesablasaq da, amma bizim üçün iki qapının, yəni iki yolun ikisində də hesablama var. Yox, əgər birində hesablama olsaydı, bu zaman natamam olmuş olardı. Və sonuncu, lokal şəbəkə ilə bağlı sual. Açıq kabellərdə şəbəkənin qoşulması zamanı xəttin sonunda enerji uduzucu rolunu oynayan qurğu bu terminator. Yəni terminator açıq kabellərdən enerji itməsinin qarşısını alır, yəni onları torpaqlayır. Bu yoxdur. Kompüterlərin şəbəkə adapterlarını nazik kabelə birləşdirir. Bəli, nazik bizdə olacaq konnektor, yəni 3B. Şəbəkə segmentlərini birləşdirən qurğu, şəbəkə segmentlərini birləşdirən qurğu biz buna hub da deyə bilərik, konsentrator da deyə bilərik, bu da burada yoxdur. Müxtəlif topologiyalı eyni protokoldursa, söhbət gedir körpüdən. Müxtəlif topologiyalı, müxtəlif protokoldursa, yəni burada hər ikisi müxtəlifdirsə, bu murlar da bizə nə? Yəni marşrutlaşdırıcı routeru vermiş olur. Deməli, 1-ə E, 2-yə D, 3-ə də B.
Bu qədər. İnşallah növbəti sınavlarda görüşərik. Sağ olun, salamat qalın.